Salam, gəlin bugün bir anlıq sualtı dünyasına baş vuraq. Orada yaşayan, demək olar ki, mükəmməl mühəndislik nümunəsi olan balıqların heyrətamiz biologiyasını birlikdə kəşf edək. Çox gözləmədən başlayaq. Baxın, bu da bizim yol xəritəmiz. Balıqları əvvəlcə böyük ailələrə ayıracaq, sonra onların xarici görünüşünə, daxili skeletinə, onları həyatda saxlayan mühərriklərə, yəni orqanlarına baxacaq. Görək bu sualtı dünyasını necə hiss edirlər və sağ qalmaq üçün hansı sirlər var. Addım-addım hər şeyi aydınlaşdıracaq. Yaxşı, ilk olaraq gəlin balıq aləmindəki ən fundamental bölgünü anlayaq. Bu, elə bil ki, bütün sonraki söhbətimizin təməlini qoyacaq. Deməli, iki böyük komanda var. Qığırdaqlılar, məsələn köpək balıqları və sümüklülər, tuna balığı kimi. Bunlar sanki tamamilə fərqli mühəndislik planları ilə dizayn edilib. Fikir verin, birinin skeleti yüngül, elastik qığırdaqdandır, digərininki isə bizimki kimi möhkəm sümükdən. Amma fərqlər bununla bitmir. Sümüklü balıqların qəlsəmələrini qoruyan xüsusi qapaqları və suda asılı qalmaq üçün hala kisəsi, yəni üzmə qovuğu var. Qığırdaqlılarda isə bunların heç biri yoxdur. Təbii ki, bu fərqlər onların yaşayış tərzini, ovlanmasını, ümumiyyətlə hər şeyini kökündən dəyişir. Yaxşı, gəlin indi balığın xaricinə, yəni gövdəsinə nəzər salaq, görək su içində yaşamaq üçün bu canlı necə mükəmməl bir şəkildə formalaşıb. Balığın bədən quruluşu çox məntiqlidir. 3 aydın hissədən ibarətdir. Baş, təbii ki, idarəetmə mərkəzidir. Bütün hissiyyat orqanları oradadır. Gövdə, sanki bütün daxili orqanların yerləşdiyi təhlükəsiz bir ev kimidir. Və quyruq. Quyruq isə balığın əsas mühərrikidir. Onu irəli aparan güc məhz oradadır. Balığın üzgəclərinə baxanda onları sadəcə bəzək zənn etməyin. Yox, onlar yüksək texnologiyalı bir alət dəstidir. Baxın, quyruq üzgəci əsas mühərrikdir. Balığı güclə irəli itələyir. Bel və anal üzgəcləri isə stabilizator rolunu oynayır, yəni balığın suda avar kimi yellənməsinin qarşısını alır. Döş və qarın üzgəcləri isə əsl möcüzədir. Bunlar həm sükandır, həm əyləc, həm də balığın suda bir nöqtədə donub qalmasını təmin edir. İnanılmaz manevr qabiliyyəti verir. Dərisinə gəldikdə isə bu da ayrı bir möcüzədir. Pulcuqlar sanki damdakı kiremitlər kimi bir-birinin üstünə düzülüb. Bu ona həm elastiklik verir, həm də bir zireh kimi qoruyur. Və bu da hələ hamısı deyil. Dərin üstündəki o selikli təbəqə var ha, o sürtünməni azaldır, balığı daha sürətli edir və eyni zamanda onu mikroblardan qoruyan bir qalxandır. Yəni tam bir hidrodinamik şah əsər. İndi isə balığın super gücünə gələk. Yan xət orqanı. Bu, həqiqətən də balığın 6-cı hissidir. Təsəvvür edin, bədəninin hər iki tərəfində uzanan bu xət suyun ən kiçik titrəyişini, ən kiçik təzyiq fərqini belə hiss edir. Sanki təbii bir radardır. Bu sistemin köməyi ilə balıq zülmət qaranlıqda belə maneələri dəf edə, yaxınlaşan bir təhlükəni və ya şarı anında müəyyənləşdirə bilir. Yaxşı, xarici görünüşü anladıq, indi isə gəlin içəri keçək, görək bu möhtəşəm bədəni daxildən nə dəstəkləyir və hərəkətə gətirir. Balığın skeleti əslində 3 əsas hissədən təşkil olunub. Kəllə, aydındır ki, beyni qoruyan möhkəm bir kaskdır. Onurğa sütunu. Bu, bədənin əsas dirəyidir, həm də quyruğun o güclü hərəkətlərini mümkün edən elastik bir quruluşdur. Qabırğalar isə ürək kimi, həzm orqanları kimi həssas daxili hissələri qoruyan bir zireh rolunu oynayır. Təsəvvür edin, balığın onurğasında adətən 38-dən 42-yə qədər fəqərə olur. Məhz bu qədər çoxsaylı və bir-birinə bağlı fəqərədən ibarət elastik quruluş ona suda o zərif, ilanvari, amma eyni zamanda çox güclü hərəkətləri etməyə imkan verir. İndi isə gəlin daha da dərinə gedək. Balığın içindəki həyat mühərrikinə, yəni onu işlək vəziyyətdə saxlayan ən vacib sistemlərə, həzm, tənəffüs və qan dövranına baxaq. Hər şey ağızdan başlayır, əlbəttə. Qida oradan udlağa, mədəyə və sonra da bağırsağa doğru yol alır. Amma bu proses tək getmir. Qaraciyir və mədaltı vəzi kimi vacib orqanlar da işə qoşulur. Xüsusi maddələr ifraz edərək qidanın həll olunmasına və bədən tərəfindən mənimsənilməsinə kömək edir. Yaxşı, bəlkə də ən çox maraq doğuran sual budur. Balıq suyun altında necə nəfəs alır axı? Cavab onun möhtəşəm qəlsəmələrindədir. Proses çox sadə və effektivdir. Balıq suyu ağzı ilə içəri çəkir, su lələyə bənzər qəlsəmələrin üstündən keçir. Bax, elə bu anda möcüzə baş verir. Qəlsəmələr sudakı həll olmuş oksigeni süzüb qana ötürür, eyni zamanda qandakı karbon qazını da suya buraxır. Sonra da bu istifadə olunmuş su qəlsəmə qapaqlarından çölə atılır. Çox səmərəli bir sistemdir. Qan dövranı isə bizdən tamamilə fərqlidir. Bu, həqiqətən də çox maraqlıdır. Təsəvvür edin, onların qan dövranı sanki tək istiqamətli bir yoldur.
2 kameralı ürək oksigensiz qanı vurur, amma hara? Birbaşa qəlsəmələrə. Qan orada oksigenlə doldurulur və heç ürəyə qayıtmadan birbaşa bütün bədənə yayılır. Bədəni dövr etdikdən sonra oksigensiz halda yenidən ürəyə qayıdır və dövran təzdən başlayır. Çox sadə və inanılmaz dərəcədə səmərəli bir dizayn. Yaxşı, bəs bütün bu mürəkkəb bədəni idarə edən mərkəz haradadır? Balıq öz ətrafını, su altı dünyasını necə qavrayır? Gəlin indi də onun beyninə və hissiyyat orqanlarına baxaq. Balığın beyni 5 əsas bölmədən ibarətdir və hər birinin öz işi var. Biri qoxu üçün, biri görmək üçün. Amma burada ən diqqət çəkən hissə beyincik idi. Niyə? Çünki balıqlar daim üçölçülü bir məkanda, yəni suda çox mürəkkəb hərəkətlər edirlər. Buna görə də onların hərəkətə və tarazlığa cavabdeh olan beyincikləri xüsusilə güclü inkişaf edib. Və beləliklə gəldik son hissəyə. Burada balıqların təkamül prosesində qazandıqları və onları bu qədər uğurlu bir canlı növünə çevirən 2 vacib sirrə toxunacağıq. Çoxalma və suda asılı qalma qabiliyyəti. Və yenə də sümüklü və qığırdaqlı balıqlar arasında kəskin bir fərq görürük. Sümüklü balıqların çoxu bildiyimiz kimi milyonlarla kürüyü suya tökür və mayalanma elə suda baş verir. Bu, kəmiyyətə əsaslanan bir strategiyadır. Amma köpək balıqları kimi qığırdaqlılar tamamilə fərqli bir yol seçiblər. Onlarda əsasən daxili mayalanma olur və bir çoxu hətta diri bala doğurur. Bu isə nəslin sağ qalma şansını artıran, keyfiyyətə yönəlmiş bir yanaşmadır. Heç fikirləşmisinizmi? Balıqlar heç bir hərəkət etmədən suyun ortasında necə donub qala bilirlər? Nə batırlar, nə də suyun üzünə çıxırlar. Bu necə olur? Cavab, onların bədənindəki daxili bir hava şarında gizlidir. Baxın, hər şey çox sadədir. Bu üzmə qovuğu eyni ilə sualtı gəmilərin su çənləri kimi işləyir. Balıq yuxarı qalxmaq istəyəndə bu kisəyə qaz doldurur, bədəninin sıxlığı azalır və yuxarıya doğru üzür. Dərinə enmək istəyəndə isə qazı boşaldır, sıxlığı artır və aşağı enir. Bu, onlara üzgəçlərini daima işlətmədən, yəni enerjiyə böyük qənaət edərək istədikləri dərinlikdə qalmağa imkan verən dahi bir mexanizmdir. Yekun olaraq nə deyə bilərik? Gördüyümüz kimi, balığın hər bir detalı, aerodinamik bədənindən tutmuş, xüsusi hissiyyat orqanlarına, daxili sistemlərinə qədər hər şey su altında yaşamaq üçün bir şah əsərdir. Heç nə təsadüfi deyil, hər şey milyonlarla illik təkamülün mükəmməlləşdirdiyi bir dizayndır. Amma sonda sizi bir sualla baş-başa buraxmaq istəyirəm. Əgər balıqlar öz mühitlərinə bu qədər mükəmməl uyğunlaşıblarsa, sizcə onların bugün bizim dünyamızda üzləşdikləri ən böyük təhlükə, ən böyük problem nədir? Bu barədə düşünməyə dəyər. İzlədiyiniz üçün təşəkkürlər.